Bu şəxslərə şad xəbər. Pensiya yaşı 5 il azaldıla bilər. Ətraflı izah Azərbaycanda pensiya sistemi ilə bağlı edilən son dəyişikliklər bəzi vətəndaşlar üçün olduqca sevindirici yeniliklər vəd edir. Xüsusilə də müəyyən kateqoriyaya aid olan şəxslər üçün pensiyaya daha erkən çıxmaq imkanı yarana bilər. Yeni qaydalara əsasən bəzi hallarda pensiya yaşı 5 ilə qədər azaldıla bilər ki, bu da uzun illər çalışan insanlar üçün mühüm üstünlük sayılır. Mövzu ilə bağlı rəsmi açıqlamalara görə əvvəllər əsasən qadınlara şamil edilən müəyyən güzəştli pensiya hüquqları artıq bəzi şərtlər daxilində kişilərə də tətbiq oluna bilər. Bu isə cəmiyyətdə sosial ədalətin təmin olunması və ailə məsuliyyətlərini daşıyan şəxslərin daha erkən istirahətə çıxmasına şərait yaradır. Qanunvericiliyə əsasən 5 və daha çox uşağı olan qadınlar, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağı olan analar üçün pensiya yaşı 5 il azaldılır. Burada əsas şərt ondan ibarətdir ki, uşaqların ən azı 8 yaşına qədər sağ olması təmin olunmalıdır. Bu qayda uzun illərdir tətbiq olunur və sosial müdafiə baxımından mühüm rol oynayır. Yenilik isə ondan ibarətdir ki, bəzi hallarda bu hüquq kişilərə də verilə bilər. Əgər ana vəfat edibsə, məhkəmə qərarı ilə itkin düşmüş elan olunubsa, valideynlik hüququndan məhrum edilibsə və ya nikah pozulubsa və uşaqlar kişinin himayəsinə verilibsə, bu zaman eyni şərtlərlə kişilər də erkən pensiya hüququ əldə edə bilərlər. Bu dəyişiklik xüsusilə tək başına uşaqlarını böyüdən atalar üçün böyük dəstək hesab olunur. Bundan əlavə, ağır və zərərli əmək şəraitində çalışan şəxslər üçün də güzəştlər nəzərdə tutulur. Əgər kişi belə sahələrdə ən azı 12 il 6 ay, qadın isə ən azı 10 il işləyibsə, müəyyən şərtlər daxilində onların da pensiya yaşı 5 il azaldıla bilər. Bu zaman ya fərdi hesabda kifayət qədər pensiya kapitalı olmalı, ya da ümumi sığorta stajı ən azı 5 il təşkil etməlidir. Mülki aviasiya sahəsində çalışanlar üçün isə daha fərqli qaydalar mövcuddur. Uçuş heyətində çalışan şəxslər ən azı 25 illik stajına malik olduqda, səhhətinə görə işdən uzaqlaşdırılanlar isə ən azı 20 il staj topladıqda pensiya yaşları 15 il azaldıla bilər. Bu da həmin peşənin nə qədər məsuliyyətli və çətin olduğunu göstərir. Digər bir kateqoriya isə xüsusi tibbi vəziyyəti olan şəxslərlə bağlıdır. Hipoviz-qanizm xəstəliyindən əziyyət çəkən şəxslər, eləcə də fizioloji mütənasibliyi pozulmuş cırtdanboy insanlar üçün pensiya yaşı hətta 20 il azaldıla bilər. Bunun üçün minimum 5 il sığorta stajı tələb olunur. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər isə ümumiyyətlə fərqli qaydalarla pensiyaya çıxırlar. Onlar qanunvericilikdə nəzərdə tutulan xidmət müddətini tamamladıqdan sonra yaş həddindən asılı olmayaraq pensiya hüququ qazana bilirlər. Bu da onların xidmətinin xüsusiliyini nəzərə alan bir yanaşmadır. Bütün bu dəyişikliklər göstərir ki, dövlət müxtəlif sosial qrupların ehtiyaclarını nəzərə alaraq pensiya sistemində daha çevik və ədalətli mexanizmlər tətbiq etməyə çalışır. Xüsusilə ailə yükünü daşıyan, ağır şəraitdə çalışan və ya xüsusi statusa malik olan şəxslər üçün bu cür güzəştlər onların həyat keyfiyyətinə müsbət təsir göstərir. Sonda qeyd etmək olar ki, pensiya yaşı ilə bağlı bu cür yeniliklər bir çox insan üçün real ümid mənbəyidir. Əgər siz də qeyd olunan kateqoriyalardan birinə aidsinizsə, bu dəyişikliklər sizin üçün də erkən pensiya imkanı yarada bilər. Buna görə də öz hüquqlarınızı öyrənmək və rəsmi məlumatları izləmək hər zaman vacibdir.